Yəqin diqqət edirsiniz ki, mən izləyicilərimizdən daxil olan məktubları da sizə çatdırıram və əlbəttə anonim şəkildə. Bunun da səbəbsiz olmadığını bilirsiniz. Ölkənin ayrı-ayrı sahələr üzrə mütəxəssisləri, ekspert rəyi verə biləcək insanları avtoritar sistemin cəzalarından çəkinərək açıq danışmağa çox zaman cürət etmirlər. Bu yandan baxanda hətta kənd təsərrüfatı sektoru da siyasi müstəvi kimi görükür və indi bunu sizə bir izləyici məktubu ilə sübut etməyə çalışacağam. Nə yazır? Anonim ekspert çalışacağam nöqtə vergülünə dəymədən sizə çatdırım. Bəllidir ki, İlham Əliyev demokratiya siyasətindən tam şəkildə diktatura rejiminə keçib, bu hal Respublikanın hər yerində və bütün sahələr üzrə açıq şəkildə görünür. İlham Əliyevin həyata keçirdiyi bu siyasət nəticəsində ölkəmizdə digər sahələr kimi kənd təsərrüfatı sahəsi də tamamilə çöküb. Qısa müddət ərzində Respublikada xırda buynuzlu heyvanların sayı 1.500.000, iri buynuzlu heyvanların sayı isə 500.000 baş azalıb. Kənd Təsərrüfatı Naziri özü bildirir ki, Respublikada heyvan sayının kəskin azalması nəticəsində ətin qiyməti bahalaşıb və qısa müddətdə daha da bahalaşacaq. Onların mafiyası xaricdən ucuz və keyfiyyətsiz ət gətirərək xalqa baha qiymətə satır. 1 kiloqram inək yağının qiyməti 30 manata qədər qalxıb, kənd toyuğunun qiyməti 2 dəfə artıb, bir yumurtanın qiyməti 1 manata çatmaq üzrədir. Səbəb də ondan ibarətdir ki, Prezident administrasiyasında və nazirlikdə himayədarı olmayan, kənd təsərrüfatı sahəsində çalışan peşəkar mütəxəssislər işdən çıxarılır. Bu sahədə mütəxəssislər saxlanılmır və dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılan vəsaitlər mənimsənilir. Bəhanə kimi isə Respublikada mütəxəssis olmadığı göstərilir. Bəs hər il Aqrar Universitetin məzunları hara gedir? Aqrar Universitet nəyə lazımdır? Prezident administrasiyasında və nazirlikdə tanışı olmayanlara kənd təsərrüfatı sahəsində iş verilmir. Tanışı olanlar isə təhsilinə və ixtisasına baxılmadan rəhbər vəzifələrə təyin olunur. Aqrar Universitetin savadlı məzunları kasıb ailələrdən olduqları üçün fəhləlik etməyə məcbur qalırlar. Kənd Təsərrüfatı Nazirliyində gənclər adı altında bir qrup toplanıb və uyğunsuz fəaliyyətlərlə məşğul olduqları bildirilir. Mehriban xanımın göstərişi ilə Məcnun Məmmədov Kənd Təsərrüfatı Naziri təyin edilib. Nazir özü kənd təsərrüfatı üzrə mütəxəssis olmadığı üçün bu sahədə kifayət qədər anlayışa da malik deyil. 103 balla Aqrar Universitetə qəbul olmuş və çətinliklə universiteti bitirmiş Sərdar Hacıyev Aqrar Xidmətlər Agentliyinə sədr təyin edilib. Onun da kənd təsərrüfatı sahəsindən anlayışının olmadığı bildirilir. Sərdar Hacıyevin şəxsi həyatına dair müxtəlif iddialar da səsləndirilir, amma bunu boş verin. Respublikada baytarlıq sahəsinə rəhbərlik edən, ixtisasca agrokimyaçı olan və baytarlıq sahəsində təcrübəsi olmadığı deyilən Elməddin Namazovun fəaliyyəti nəticəsində infeksiyon xəstəliklərin kütləvi yayıldığı iddia olunur. Onun Respublikada baytarlıq sistemini düzgün idarə edə bilməməsi nəticəsində rayon və kəndlərdə kəndlərin heyvanlarının qırıldığı bildirilir. Nazirə yaxın şəxs olduğu üçün onun fəaliyyəti ilə bağlı heç bir tədbir görülmədiyi də aydındır. Heyvanlarda peyvəndləmə işinin düzgün təşkil edilməməsi nəticəsində infeksiyon xəstəliklər daha geniş yayılıb. Rayon və kəndlərdə az təminatlı təbəqənin heyvanları tələf olur. Son ümidi 2-3 baş heyvana olan kəndlərin həmin heyvanları da infeksiyon xəstəliklər səbəbindən ölür. Zərərçəkmiş heyvan sahiblərinin dövlət tərəfindən heç bir kompensasiya almadığı bildirilir. Bu səbəbdən onlar səfalət vəziyyətinə düşərək son ümid yeri kimi Bakı şəhərinə üz tuturlar. Kənd Təsərrüfatı Nazirliyinin bu vəziyyətdən xəbərdar olduğu, lakin kəndlilərə laqeyd yanaşdığı da göz qabağındadır. Bir tərəfdən az təminatlı təbəqənin iş yerləri ixtisar olunur, digər tərəfdən Aqrar Xidmətlər Agentliyində dövlət büdcəsini talan etdiyi də aşkar görünür. Kənd təsərrüfatının neft gəlirlərindən asıllığını azaltmaq əvəzinə bu asıllığın daha da artdığı vurğulanır.
Köhnəlmiş, istifadə müddəti bitmiş peyvəndlərin ölkəyə gətirildiyi, rayonlara düzgün bölüşdürülmədiyi və heyvanlara vurulmadığı da faktdır. Rayon baytarlıq idarələrində saxta aktların tərtib edildiyi, heyvan sayının faktiki göstəricidən 2-3 dəfə artıq yazıldığı və peyvəndlərin yerə boşaldılaraq dövlət büdcəsindən külli miqdarda vəsaitin mənimsədildiyi artıq aydın faktlardandır. Hesablama Palatasının Aqrar Xidmətlər Agentliyində apardığı yoxlamalar zamanı çox saylı qanun pozuntuları aşkarlanıb. Lakin bu pozuntuların ört-basdır edildiyi də iddia olunur. Adi bir kənd uşaq bağçasında 10 manat mənimsəyənlər üçün cinayət açıldığı halda Aqrar Xidmətlər Agentliyində aşkarlanan külli miqdarda qanun pozuntularının üstü örtülür. Əvvəlcə vətəndaşlar düşünürdülər ki, işinin öhdəsindən gələ bilməyən və dövlət büdcəsinə zərər vuran rəhbərlik ya məsuliyyətə cəlb olunar, ya da vəzifədən uzaqlaşdırırlar. Lakin sonradan onların daha yüksək vəzifələrə təyin olunacağı xəbərləri də yayılıb. Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevin, Kənd Təsərrüfatı Nazirinin müşaviri sədr müavini Elməddin Namazovun isə Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyin ediləcəyi gözlənilir. Buna sadə dillə Respublika Hərc Məcliyin son mərhələsindədir, deyə bilərsiniz. Prezidentin bu bacarıqsız və korrupsiyada ittiham olunan məmurları daha yüksək vəzifələrə təyin etməsi nəticəsində belə qənaət formalaşır ki, dövləti mafiyalaşmış idarəçilik sistemi idarə edir. Bu vəziyyətin düzələcəyinə ümidin azaldığı faktdır. Lerik rayon baytarlıq idarəsində düzgün işləyən idarə rəisinin ərizə yazmağa məcbur edilərək işdən uzaqlaşdırıldığını artıq hamı bilir. Respublikanın baş baytarı və ixtisasca agrokimyaçı olan Elməddin Namazovun Lerikin baş baytarına sən bizim çevrədən deyilsən deyərək işdən uzaqlaşdırıldığını da oralarda hamı bilir. Onun yerinə Lənkəran şəhərində yaşayan 65 yaşı tamam olmuş Barat Abdullayevdən 1000 manat alındığı və onun Lerik rayon baytarlıq idarəsinə rəis təyin edildiyi söhbətləri gəzir. Respublikada himayədarı olmayan şəxslərin 65 yaşı tamam olan kimi işdən uzaqlaşdırıldığı, himayədarı və maddi imkanı olanların isə 65 yaşdan sonra da daha yüksək vəzifələrə təyin olunduğunu görürük. Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi üçün rayon baytarlıq idarələrindən vəsait topladığı deyilən Söhrab Əliyev 3 ay əvvəl Respublika Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə rəis təyin edilib. Bundan sonra Aqrar Xidmətlər Agentliyində korrupsiyanın daha da artacağı %100 gözləniləndir.